gətireyim. Ona görə çalışacağım ki, bir günümü belə bir özətləyim, video halına gətireyim. Hava dəhşət soyuqdur, yəni çox soyuqdur. Ona görə belə rahat bir şeylər geyindim ki, rahat ola bilim. Ay, gidiyoruz. Ay, suyu fırçaladı. Arabamıza doğru. Şık şık. Ay Allah, benzinim də az qalıb. Bugün o qədər bax şeylər baş verir. Yəni bugün mən heç yaxşı açmamışam. Bugün bizdə adda registrasiyaydı. Second phase registration idi. Həmişə bu registrasiyalarda stres yaşanır da, yəni həmişə və həmişə. Axır sevinirəm ki, yəni sonuncu semestrimdir. Bundan da adayla vedalaşıram. Bir də dönmürəm də, yəni. İnanırsınız saat 11-də registrasiyaydı. Bütün sayt çöktü, as always. Sayt çöktü, yarım saat bildiyiniz, yəni sayt açılmadı. Yarım saatdan sonra biz registrasiya elədik, sonra bağladılar və mail təzədən atdılar ki, çox adamda açılmayıb, ona görə registrasiyanın vaxtı dəyişdirildi. Kim də dərslərə register olubsa, drop olunacaqlar. Havle ve la kuvvet ya. Sabır ver ya, aklımı koru benim. Ya havle ve la kuvvet. Belə elədim. So dedim nəysə, sıkıntı yox, sakin ol. Yəni eləcək bir şey yoxdur onsuz da. Yəni onun hamımız səhər onun stresini çəkdi, amma hamımız Allaha dua edirik ki, axırıncı ilimizdə, yəni bunu da belə yola verək getsin. Ay, belə. Gelirik sevdiyim mahnının sədaları altında. Hava çox soyuqdur da, yəni. Niyə belə soyuqdur bilmirəm. Yağış da gah yağır, gah dayanır. Yəni tutmaq olmur havanı. Belə gördüyünüz kimi tıxacdayam. Belə göstərim. Bəli. Salam dostiklər, necəsiniz, nə edirsiniz? Bugün gördüyünüz kimi dostlarımla birgəyik. Burada bir dostumuz olacaq. Hələ yoldadır. Şübhəli. Hələ yoldadır, amma hansı yoldadır hələ də bilmirik. Yəni 2 saatda bu xanım yoldadır. Elə bir Şamaxıdan zatdan gəldi. Yəni yoxdur. Ya 20-nə. Onu desən külək uçurdum da, yoxdur yəni bildiyiniz. Və bugünkü videoda prosta yəni söhbət eləyəcək yəni. Prosta siz də bizim söhbətimizə Maça ilə ay sağ ol. Burada Maça var. Siz də bugün elə bil ki bizim söhbətimizə şahid olacaqsınız. Bəlkə sizə maraqlı gələr. Amma yəni belə videoların gəlməsini istəyirsə izləmədə qalın, gələcək. Neçə vaxt dedim kontent yaradacağam. Axır ki yaratdım da, yəni sizin üçün. Bu dostlarım sayəsində çox sağ olun. Burada alqışın bir də Xalidiyə düşür, xahiş edirəm. Onu da bir də əl çalaq. Bəli. Nəyə görə alqışın biri Xalidiyə düşür? Çünki Xalidə bizi mikrofonla və bizi kamera ilə provide elədi. Çox sağ olsun Xalidə. Onu alan da çox sağ olsun. Yəni hamıya çox sağ olsun, buradan getdi. Alan ucu izləyirsə bildi, çox sağ olsun o da. Və onun sayəsində biz bugün burada video çəkirik. Xalidənin gətirməsi sayəsində biz bugün burada video çəkirik. Bir sağlıq deyirəm. Sağ olun. Mən olsa tanıyırsınız, yəni tanımağa ehtiyac yoxdur. Bir də bir şey deyim, bizim bu kuruqun üyələrindən 2 nəfər də var. Fidan və Nurel. Fidan hal-hazırda tətillədir, yəni onu da aramızda görəcəksiniz. Buradan Fidana öpücüklər göndəririk. Nurel xanıma da öpücüklər göndəririk. Nurel xanım da aramızda yoxdur. Mədinə xanım da dediyimiz kimi yolda da elə gəlir. Bizim kuruğa bu arada hamı biznes kuruğu deyir. Yəni bu biznes kuruğudur. Biznes. Bildiyiniz, yəni bu semestr maşallah hamımıza, yəni hamımız partlatmışıq. Yəni GPA baxımdan elə bir ki hamımız, yəni burada da əl çalaq nəzdimizə. Bitirməyədən dostlarımızı gəlin introduce eləyək. Hamımızı adada elə dediyim kimi biznes oxuyuruq, biznes kuruğuyuq, sonuncu ili hamımıza yəni məzun olmağı düşünürük. Bir dənə Mədinə artıq məzun olub, amma qalan hamımız məzun olmuşuq. İndi sözü verirəm Fatiha xanıma. Teşekkür ederim. Salam dostlar. Birincisi sizi salamlayıram. Sizi görmək çox xoşdur. Mən də bir sağlıq kuruğu deməyim, sadəcə deyim ki, bu kuruğu tapmağıma çox xoşbəxtəm. Sağ olsunlar ki, varlar, həmişə var olsunlar. Keçən il çox düşərli oldu, dost baxımından çox düşərli oldu. Heç bilməzdim ki, mən bu qədər gözəl insanlar ətrafım olacaq. Yaxşı ki, varlar. Ümid edirəm sizə də çoxlu video çəkəcəyik. Yəni gözləyin, tıklayın.
Tıklayın kommentariyada bildirin də yəni. Bəli, bəli. Nə barədə danışaqsa, nə barədə çəkəksə, ideyalar verin, biz gözləyirik. Salam dostlar, mən Xalidə Məmmədova. Bu kruqun bir növ Vəstirində öz tanıtmıram özümü. Bir növ bu qrupun birləşdiricisi kimi görürəm özümü. Bilmirəm, aracı biraz olmuş kimi görürəm özümü. Düz deyil. Mən məsələn qıraqda Mədinə ilə ayrı dostum var idi. Susan Fatiha Nurel ilə ayrı dostum var idi. Zəhra Fidanla da ayrı bir dostum var idi. Sonra bu il başlayanda elə oldu ki, sizlə oturaq deyə bir də görürük ki, biz biznes kruq oldu. Necə oldu? Hamı da dedi ki, ayda bilirsən, Xalidə adlı dostum var, o da çox yaxşı. Gəlin dəfə onunla otur. Bilirsən, Mədinə adlı qız var, o da çox yaxşı. Elə belə. Eyni dərslər götürdük falan. Bir də gördük ki, bizim də xəbərimiz olmadı. Nətər biznes kruqu oldu. Sadəcə axırda biz biznes kruqu olduq. Çox şeyim yoxdur. Yaşayacaq və görəcəyik inşallah. Bizi yavaş-yavaş tanıyan. Düz bu Zəhranın kanalıdır. Çox xoşbəxtəm. Zəhra, sənə də təşəkkür edirəm bizi kanalında qonaq elədiyin üçün. Kanalın yaşlanır. Yəni siz bu kanalın qonağı deyilsiniz, siz də bu kanalın bir üzvüsünüz. Ay təşəkkürlər. Biz alqış eləməyə yer axtarırıq, belə deyək. Nəysə, mən çox danışmam, Susana ötürürəm. İnşallah gələcəkdə bizi tanıyarsınız. Bay çöz. Hay dostlar, necəsiniz? Demə mən Susan. Recently Susan, adımı Susan da belə deyə bilərsiniz. Sorry. Şadam ki, bu qrupa daxil oldum. Şadam ki, bu belə böyük 7 nəfərlik biznes kruqu yarandı. Maşallah, gözləməsin. İnşallah qəşəng maraqlı kontentlər gələcək. Çünki hələ o boyda spring semestri var qabağımızda. Və məncə Spring daha maraqlı. Spring daha maraqlı olur, Bizi çox şey gözləyir. Springdə, yəni danış. Biz həftənin 6 günü bir yerdə keçirəcəyik. Və bunların hamısını da biz video halına eləyəcəyik. Yəni hamısında fikrimiz var ki, ümumiyyətlə doğrudan yəni. Doğrudan bir həftəlik bizim universitet həyatını belə maraqlı qəşəng şey. Yəni video eləyib bəyəndim. Employability Week var qabaq. Onu da çəkəcək, onları da çəkəcək. Və qəşəng qabaqda həqiqətən çox qəşəng ideyalar var. Yoxsa biraz poddeşka lazımdır. Biraz Tıklayın. motivasiya verin. Bir də biz öz aramızda da özümüzü motivasiya eləyək. Bilib tutmasın, izləmə olmasa özümüzə Eləyək. Olsa mən də xoşum. Çünki mən izləməyə görə eləmirəm, məsələn xatirəyə görə. Yəni bunun hamısı zaten silinir də. İzlənər laf yaxşı. İzlənmirsə də canımız sağ olsun. Mən əsas odur ki, xatirə Yox dostlar, amma siz varsınızsa biz sizi çox sevirik. Yəni Ona görə zəhmət olmasa tıklayın, bəyənlər qoyun, subscribe eləyin. Oradan bell kolokolçik nədir ona basın, sizə notificationlar gəlsin. Başqa burada tufandır, yüngü var, çöldə baxdım belə hər şey uçur. Arxamdan gəldim. Allah haqqı. Az qala maşını aparırdı o qədər tufandı. Allah haqqı. Belə işlər, belə maraqlı kontentlər gələcək dostlar. Sizə gördüyünüz ki, havan falan da çəkirik. Hər şey var. Bu kanalda hər şey var, hər şey mövcuddur. Mikrofon əlimə gəldi, hər gec-gecə şey dedim. Belə. Sağ olun, salamat qalın. Məndə maçı dağıtmam biraz şey var. Tam elə bir qarışma. Test. Boğazına tutay. Yəni bax da sən, bilmirəm, biraz çox süd dadı yəni, amma məncə white chocolate-la əlaqəli deyil. O məncə white chocolate-la əlaqəli bir şey deyil. Bəlkə də mən adi süd götürdüm ona görə. Necəsiniz? Özümü heç belə qəribə hiss eləməmişdim. Bloger kimi, internetdə baxdım blogerlər kimi. Bugün təzə matcha yoxladıq, white chocolate matcha. Əslində mən Latviyada kafeində içirdim bunu. Yaxşı idi, qəşəng idi. Orada çox dadlı idi. Özdə orada coconut milk-lə götürdüm, vəbşi qəşəng idi. Burada biraz nitodur. Biraz süd dadı çox gəlir. Bilmirəm, bəlkə adi süddür ona görə. Tuta bilmirəm. Amma could be better, biraz çox süd dadı gəlir. Başa düşmədim. İndi bu white chocolate-dan gəlir, ya südün özündən gəlir. Eşitdiniz inşallah bunu. 12 manat verdim buna. Çox da bəyənmədim, amma yapacaq bir şey yox. Dedim özümə risk atım, mən proba eləyim. Qızlar getdi strawberry almağa. Danışıbsa, bugün çox çətin gəldi bura. Çünki çox pis külək var idi. Demək, mən sürücü ilə gəldim. Sonra düşürdüm mən parkovkada. Qızlar gəlməmişdilər. Mən Zəhraya yer axtarırdım. Zəhraya yer axtardım. Qızlar orada mənə baxdı, caci görsüzdə.
Sonra Zəhrə orada yer tutdum parkovkanın düz əvvəlində. Gəldim, gözlədim, gözlərimdən yaşlar gəldi, əllərimin soyuq, bütün buz bağladı. Experience-imizi danışırsan. Amma yer tutdum, sonra gəldi Zəhra. Yer tutdu, bəli. Yəni bu qız mənə parkinqdə bu soyuqda yer tutdu. Yəni dəhşət bayırda şaxta var, yəni həqiqətən. Mən gəldim. Mən elə bir az parkinqdən baxdım, 50 dənə yerdən 46 dənə yer göstərdi. Yəni deməli 4 dənə yer boşdu da. Amma sonra baxanda cəmi 2 dənə yer boş idi. Sağ olsun mənim üçün tutdu canım arkadaşım. Ay, çox sağ ol. Və mən də gələn kimi özü promo girişdə, yəni gələn kimi gəldim, maşınımı orada park elədim. İndi qızları gözləyirik. Arada bir maşınlar gəldi, dedim indi bunlar burada saxlayacaq. Biliniz ay kontakt qurmurdu da. Yəni belə idi bax. Yəni sizi görmürük. Siz kimsə biz sizi görmürük. Sonra Zəhroş gəldi, Xalidə gilə yer tutdu. Xalidə gələn moment bir dənə qabaqlarında maşın gəldi. O maşın biliniz onun yerində saxlamaq istəyirdi. Prosta bizi orada gördü, biraz Amma məncə insaflıq bizi gördü, elədi. biraz insaflıq elədi. Amma biraz panyatqal adamdır. Maşallah, likeladıq sən. Bəli. Sən bəyəndin. Amma mən sırası maşından tutdum ki, o burada saxlayacaq. Görsən, o tər dedim ki, burada saxlamayacaq. Sağ ol. Hissiyatı var burada. Mən də əgər hardasa sualını soruşursan, ümidlənməyin ki, bu qız gəlir. O deməkdir ki, o qız hələ evdən ayağını hələ indi bayıra atır. Mən onu dünən öyrəndim. Mən onun tərəfdarı idim ki, bugün ona 1 saat tez deyək ki, vaxtında gəlsin. Prosta yenə gec deyildi qıza, yenə ən axırıncı o gəlir. Dedim almayın. Biz səncə sənə onu almamazlıq eləyə bilərdik? Qızlar mənə çox şey eləyir, belə. Çox belə bir şeylər yoxdur da, yəni. Böyle bir dostluq yox. Maşallah, çox bəyəniyorum bu dostluğu. Maşallah, mən bir dənə əlim şeydi, hə. Çox sağ ol. Mən beləliklə 2 dənə maçım oldu. Fikirlərimiz. Güya içində white chocolate falan var idi. Heç bir şey də yoxdur. Yəni adi südlü matchadır yəni. Ay qız adi süddür. Heç nə yox. Ümid edirəm ki, çünki bunlarda da eyni dad gəlməz. Baxdı, bu başqa məsələ. Sağ ol. Sirap. En sevdiğim. Harika. Mən yemişəm sirapla. Bir dənə mavi salfetkada, please. Bəli, dostlar, ona görə. Ay Allah, dostiklər, çöldə bir. Dünə deməli bizim görüş vaxtlarımızın, yəni gözəlliyinə bax. Deyir dostlarımla görüşə çıxmışam. Yəni bütün dünyada tufan qopacaq, nə olacaq. Həqiqətən də elə olur bu arada. Yəni şoka deyil. Burun otel. Mənsiz nədir ay qız? 1 saat yarımdır gözləyirsən, qutar da. Gəlib bizə təzəsini alarsan. Deyir, neyniyim Xalidən günahıdır. Nə alaka? Yalancı. Yalancı deyil. 1:30 dedi sənə deyir. Maksimum 2. Saat 3-ün yarısı deyir Mədinə. Mədinə saat 3-ün yarısı deyir. Ağzından 3 saat çıxır. Mən onu demişəm maksimum mən Mədinəni Yaxşı, əsəbləşmədən gəl. Əsəbləşmə gəl, davay, gözləyirik. deyirəm ki, o mən yazır. Az xəstəsən, cavab zarafat edirik də, çıx, gəl. Davay. Mədinə xanım, bir də bunu çəkin də. Vağzalı ilə zaten çəkmək istəyirəm. One eternity later. Hə. Zoom-u onu, bundan. Belə. Hə. Bir dənə bunun gəlişinə bir dənə alqış. Ay qızım bir şey olursa. Ay Allah. Bir dənə salam ver. Salam. Bütün yəni video sənə ilə tanındı. YouTube-a da gedəsən. O qızı yer açaq, deyən görüm. Ay qız, bu ezmə bir sən qədər fırlatdı. Hələ desən narşın elədim, tərs yola girmişəm. Doğrudan. Hə, deməli salam dostlar, ümid edirəm hamınız yaxşısınız. Eniştəmiz bizə kamera alıb, sənə yox, bizə alıb, hamımızı alıb. Ona görə burada kamerası bizim kamerası. Buradan ona sonsuz təşəkkürlərimi ilətirəm. O da öpücük göndərir. Mən Mədinə, çox adam Mədiş deyə tanıyır. Qrupun nəşəsiyəm. Hamısına böyüyəm. Məzun olmuşam. Bu Fatiyadır, amma Fatoş da deyirəm, Fatiya deyirəm əsas. O xanım Xalişqadır. Keçən dəfə şeydə maşını qardaşım sürür. Sən də mesaj yazmısan. Qardaşım deyir ki, Xalişqa nədir yazmısan? Bizim sugar mamimizdir. Hə, Xalişqa, hamı qardaşım Xalişqa deyə tanıyır. Bu arada mama səni çox istəyirəm, bilməm niyə. Nə əlaqə səni görməyib bu arada. Hanım Demir Leydimiz. Hə, dedi. Çünki sən biraz şeysən də, ağır başlısan. Hə. Təsbih. Eşref Təkin sağ qolu.
Hə. Bu xanım da bir ayrı eksklüziv insandır. Zəhroş, amma mən Zəhroş deyə tanıyıram. Yəni bu Demir Leydini tək Zəhroş eləyən insan mən ola bilərəm də, yəni cute-laşdırmışam. Ondan sonra o xanım oxumuram, withdraw eləyirəm deyib, gedib hamıdan hissi alağam, göz dəyməsin. Göz dəyənin gözü çıxsın, amin. Sən də Susan da deyirlər, Suzy də deyirlər. Mən Suzy deyirəm, mən Suzy deyirəm. İt adına oxşasa da sən mənim ürəyimsən. Sən bu bizim hamımızı bir-birimizə calaşdıran budur. Görüşürsün burada hamımızı görüşürük. Hə, val. Yo, indi bir dəqiqə, axırıncı amma official olaraq mən qoşulmuşam da. Dostik qrupuna mən qoşulmuşam. Doğrudan. Hə, vəsiyo da. Hə, onda mən özümü dışlanmış hiss edirdim bəzən. Bu videodan sonra dışlanmış hiss edirdim. Zarafat edirəm ay qız. Hə. İkinci söyləyim. Hə, dostlar. Mən bu qrupu çox sevdim həqiqətən. Mən həyatımda ilk dəfə 3.5 GPA-dən semestr 3.5 GPA-dən. Hə. Yo, həqiqətən birinci oradan geniş başlayıram da. Hə. 3.5 GPA-dən, yəni kumulativ demirəm, amma kaş kumulativ olsaydı, amma nəsə də. Hə, qalsaydım olardı. Semestr GPA-m 3.5-dən yuxarı çıxdı. Bu da bu qızların şotunadır məncə. Mən də şurada. Ya 3.5 plus deyirəm də. Nə olar? Əslində bu siz tək hamımızın şotunu olmadı. Yəni sən məsələn özün hə də, yəni push elədi. Hamımız siz necə birimizi oxuyan gördük, öbürümüz də həvəsləndik, öbürümüz də oxuduq. Hani hamının həqiqətən rolu var da. Məsəl üçün, tam mənlə Xalidə biznes analitika notunu yazanda, tam Fatih gedib procurement notunu yazdı. Yəni hamımız bir-birimizə belə poddeşka olurduq, kömək olurduq da həqiqətən. Və məsələn biz biznes analitika hazırlaşanda procurement yazmağa vaxtımız olmayanda onu da Fatih'in notundan oxuyurduq. Yəni həqiqətən hamımıza köməyi dəyib. Ya hamımız, aha bunların sevgi vaxtları gəldi də. Sözünü kəsmədim. Hə, mənim ürəyim çox dolu. Mən bir də səhər bunlara dururdum, deyirdim ki, sizi sevirəm, nə bilim. Bəzən bunlara klişe gəlirdi, sonra alışdılar. Amma neçə günü demirəm ha. Neçə günü demirsən? Neçə həftədir? Demirəm. Çox pis qələt eləmişəm. Bundan sonra hər saat deyəcəm. Vay çox qətiyyən. Bu qızın ürək sözü qurtarmayacaq. Axşama qədər burada. Mənsiz maça içəndə hissləriniz necə idi? Yəni biz bu xanımı mən deyim də gözlədik. Amma sən gördük ki, səndən hələ də xəbər yoxdur. Biz artıq tıqdı yox idi. Biz başladıq. Mənim gözüm yoldaydı. Mən sizə görə riskə girdim, tərs yola girdim. Tərs yolu girə-girə 2 saata çatdım. Şabahına gəlsəydik mən də daha tez gələrdim. Doğrudan Allah bilir. Biz heç mahnıyı qolasmadı. Böylədir. Fatih ilə söhbətimiz şey. Mən də kusura baxma. Ay qız yox, Amma Allah Yolda var seni. İşte xəyanətin növüdür, baxın. Hə görürsüz. Baxın, kameralara da düşdü. Xəyanət nədir desəz, bunu göstərir. Hə. 2 deməmsən, cəmaata da deyirsən ki, 2 deməmişəm. Zəhmət olmasa bir dəqiqə. Bir dəqiqə gözləyin. Zəhmət haqqımı savunacağam Diyanın. Mən bu insana, o nə dayıq? Mən bu insana elə bir Outlookdan mesaj gəldi. Sana zəng eləmişəm saat 12-də. Deyirəm ki, Mədinə oyan. Mədinə mənə hı eləyir. Hələ salam zatı o qədər yatır ki, hələ hı eləyir. Dedim Mədiş nətərsən canım ciyərim, bizim registrasiya oldu, zartış. Bunu danışdım, dedim ki oyan. Biz də dedik ki, bax Mədiş biz 1:30-da arası görüşəcəyik. Sən də maksimum 2-yə qədər gəlib çat. Maksimum. Baxın, burada highlight edirəm. Bizə bir dənə bir şey deyim, sən də sözünü kəsmişəm. Bax Mədinə bir dənə xassiyyəti var. Qrupa bir dənə bir şey 100 dəfə yazırıq. Yenə yazır. Bu nədir? Bu nədir? Uşaq o moment bir əsəb yəni. Deyirəm Mədinə. Deyir ki, kuppa. Bir dəfə deyir ki, bax Kuppada saat 2-də də məsələn. Location-a qədər at. Location kimi atmışıq. Bir location hanım? Bir location. Biz elə qızlara ki, dobrayıq, üzə danışırıq. Allahdır. Bax location atıb. Deyir location hardadır? Deyirəm Mədinə bura. Harda görüşürük? Deyirəm Mədinə Kuppa. Ax Kuppada görüşürük. Orada da gecikdi bu arada, onu da demişdik sizə. Yəni onun şərəfinə görüşmüşdük bu arada orada. Kupaya gedəsən deyə buna görə getdik, bilərin axırıncı gəldi. Waffle yesin deyə. Görsən biz elə də hə yedi. Çox qəşəngdir. Sənə Fatih lazım imiş. Fatih inə sonraki deyiklərdə sən də gəlməlisən. Xalidə özümü kopya eyni görürəm. Hə, mən Zəhra ilə copy paste gördük.
Biz yəni kopya eyniyiz də, yəni Yaşadıqlarımız, həyat xasiyyətlərimiz. xasiyyət, nə sən hər şey eynidir. Yəni başımıza gələn hər şeyə kimi hər şey eynidir demək. Yəni bu qədər oxşarlıq nədir? Arzu şübhə edirəm həqiqətən. İtmiş bacı. Qısqanma, qısqanma. Qısqandı. Biriləri qısqanır. Mən nədən biraz mən yaxşı Mədinəni tərifləyə biraz. Mədinə aramızda Ən məncə göyçəyi. ən göyçəyi. Mənə görə hə, bu arada sən ən göyçəyi. Mədinəm aramızda dişil enerjisi ən yüksək. Fidan naifdir, Fatya kinddir. Mən həyatımda Fatya qədər kind insan görmədim. Həqiqətən kindness yəni çığır Fatya açdı. doğrudan elədi. Bax mən şunu pis olasan, Fatya sənə məktub yazıb gətirər. Fatya məktublarda. Nə vaxt pis ol, evə görəcəksən ki, Fatya sənə şu məktub yazıb. Orada motivasiya verici sözlər. Və bir də həqiqətən də motivasiya olur. Yeni bir məsələ yazmışdı. Allah artıq Oyda, elə bir şey yoxdur. Mən hər O sırada mən təbrik edirəm mübarəksiz. Və mən də elə. olmayan Və məndə də elə. Bax Xalidə də, Xalidə də qəşəng uzun yazmışdı. Amma mən özümünkünü yaxşı bilirəm. Fatyanın sonra dedim o heç nədir. Yox, Fatya sən həqiqi seçdin. Məncə məsəlçinə yalan deyim, məndə o qədər söz gəlmir də, yəni gəlir çox gəlmir də prosta. Yəni məndə simple prosta, amma həqiqətən ürəkdən deyirəm də simple olsa Ya belə. Ayşə, Ürəkdən deyirəm. olsa belə ürəkdən. Amma məsəl üçün Əsas ürəkdir. şeydir. Nureyn bizim aramızda şeydir. Sosial olan həqiqətən. Popular kimi bir şeydir. Hə, amma bizə nə tər popular, belə high level-da popular. Hə, luxury kimi. Luxury-da, hə, luxury popular belə. Susan aramızda necədir? Susan bu qızın ümumiyyətlə lüğətində y oldu sözü yoxdur. Ya bax sən Susana nə desən? Mən sən hər şeyi oxuyuram. Qızı deyirsən gedək famaya. Yox. Gedək şeyə Məkkəyə yaxşı. Qız hər şey. Sən kum oyna, Məkkə. Ya bu qızın lüğətində yox sözü yoxdur. Tamam sən ki, Susan. Bir də özümüzü öldürək, ona da hədiyyəsidir. Yox, Sabah gələk. bax tutar ki, dinən ki, bax Susan, mən belə bir qələt eləmişəm də. Necə hə, yaxşı eləmisən. Əcəb eləmsən. Əcəb Bir eləmisən. dəfə yaşayırıq. Niyə də yox? O belə deyirəm, bu qızın lüğətində yox sözü Hamı da yoxdur. biraz sənsurlədi. TikTokuna girin bax. Hə, TikTokuna girin. Ayda Postlarına bax. Yoxsa belə deyil. klimaya yaraşır. Yaraşırsa burada Yaraşırsa alacam. Hə. Danışırdınız, danışırdım yenə. şeydən, kimdənsə danışır. Hə, есть что? Bəli dostlar, bugünkü söhbətin dostiklər, bugünkü Ay qız niyə düşdün? Nə dəqiq deyə? O boyda çarə var. Gözə danışacağıq indi. Sən deyən Evet dostiklər, bugünkü görüşümüzdən bu qədər. Yəni həqiqətən çox danışmışıq, amma video artıq bir saat yarım olub məncə. Saat yarım olub. Bunu çünki editləməkdə var. Ona görə mən burada buradan stop verirəm. Çox sağ olun ki, bir dəqiqədə xahiş edirəm diqqətiniz burada olsun. Çox sağ olun bizi izlədiyinizə görə. Çox sağ olun. Sağ olun. Çöz. Məni görmək istəyirsinizsə, videolarda daha çox görmək istəyirsinizsə, kommentə Madina yazın biləcəm. Madina. Mədinə yox ha, Madina. Bəli. Sağ olun, sağ olun.